Salam uşaqlar. Bugün izah edəcəyim mövzu Azərbaycanın eksogen relyef formalarıdır. Biz bilirik ki, Azərbaycanın həm endogen, həm eksogen relyef formaları var. Yəni Azərbaycanın ərazisi mürəkkəb relyef quruluşuna malikdir. Nahamarlıqlardan ibarət həm dağlar, həm düzənliklər var və dağ və düzənliklərin yaranmasında həm endogen, həm də eksogen relyef formaları təsir göstərir. Əsasən iri relyef formalarının yaranmasında endogen qüvvələr, kiçik relyef formalarının yaranmasında isə eksogen qüvvələr təsir göstərir. Biz hansısa yadınızdadsa izah etmişdik ki, endogen qüvvələrin təsiri nəticəsində dağlardır, böyük silsilələrdir, vulkan prosesləridir, zəlzələ prosesləridir, horstdur, qrabendir, antiklinaldır, sinklinaldır. Bunların hamısına biz morfostrukturlar demişdik. Eksogen relyef formasının təsiri nəticəsində yaranan yarğandır, qobudur, bedləndlərdir, sonra Kars mağaraları idi, sürüşmə hadisələri idi. Bunlara isə morfoskulpturlar demişdik. Ümumiyyətcə, belə deyək ki, daxili və xarici qüvvələrin təsiri nəticəsində relyef formaları mütəmadi olaraq, yəni fasiləsiz olaraq dəyişirlər. Əsasən də dendasiya, yəni süxurların dağılması və daşınması və bir də akkumulyasiya prosesi nəticəsində baş verir ki, akkumulyasiya da süxurların toplanması deməkdir. Biz hansı ki, yaylalara, yüksək dağlıq ərazilərə dendasiya prosesini nümunə çəkmişdik. Yəni süxurun parçalanması, dağıdılması deyilsə, əlbəttə ki, yüksək ərazilərə, yaylalar və dağlar nəzərdə tutulur. Akkumulyasiya isə süxurların toplanması deyirsə, çökək ərazilər, ovalıqlar nəzərdə tutulur. Burada deməli dendasiya bir daha qeyd edirik, yazılıbdır. Yüksəklik yayla və dağlıq ərazilərdə, akkumulyasiya isə hamar düzənlik ərazilərdə olur. Ümumiyyətcə, xarici qüvvələrin təsiri nəticəsində respublikamızda da bir sıra relyef vahidləri formalaşır ki, hansı ki bizim ərazimizdə sürüşmə hadisələri var, yarğan qobu kimi hadisələr var, Kars mağaraları, Kars qıfları var. Yəni bunların hamısının yaranmasında əlbəttə ki, xarici qüvvələr öz təsirini göstərir. İlk öncə gəlin başlayaq sürüşmə hadisəsindən. Sürüşmə hadisəsi necə yaranırdı? Bunu əvvəlki mövzulardan öyrənmişdik. Bir daha da üzərindən keçək. Yeraltı suların səthə yaxın yerləşməsi nəticəsində baş verir ki, biz demişdik ki, meyilli ərazilərdə, yəni dağ yamaclarında su keçirməyən gilli süxur ki var. O gilli süxurun üzərində su keçirən qumlu, çınqıllı laylar üst-üstə yerləşir və su keçirən qumlu çınqıllı süxur ağırlaşaraq su keçirməyən gülli süxurun üzərində bir ağırlıq qüvvəsi yaradır ki və başlayır həmin o su keçirməyən süxur aşağıya doğru sürüşməyə. Bu zaman sürüşmə prosesi baş verir ki, sürüşmə prosesinin yaranmasında yağan yağışlar, əriyən qarların təsiri nəticəsində baş verir və seismik hadisələrdə, digər təsərrüfat işləri zamanında bu sürüşmə prosesi demək olar ki, aktivləşir, fəallaşır. Ümumiyyətcə, bu hadisə əsasən meyilli ərazilərdə müşahidə olunur. Respublikamızda da Böyük Qafqaz dağlarında çökmə mənşəli süxurlardan təşkil olunduğuna görə əsasən Böyük Qafqaz dağlarında və Zaqatala, Şamaxı, İsmaili zonalarında daha çox sürüşmə hadisələrinə rast gəlinir. Bu sürüşmə hadisələri bilirsiniz ki, istər yaşayış məntəqələri olsun, yollar olsun, istər əkin sahələrinə çox böyük təsir göstərir və bunun qarşısını aparmaq üçün də bir sıra tədbirlər görür ki, bu tədbirlərdən ağacların əkilməsi olsun, yamaç bərkitmə işləri olsun, terraslaşdırma olsun, drenajlar vasitəsilə həmin o yeraltı suların səviyyəsinin azaldılması olsun ki, bunlar hamısı həmin bu sürüşmə hadisəsinin qarşısını alır. Bundan əlavə respublikamızda müvəqqəti və daimi axarlı çaylar var. Hansı ki, müvəqqəti axarlı sular dedikdə Abşeron Qobustan zonasında, Naxçıvan ərazisində, Ceyrançol Acınohor ərazilərində demək olar ki, müvəqqəti axınlar yaranır ki, bunun da nəticəsində ərazidə arid dendasiyon relyef formalaşmağa başlayır.
Arid endosen relyef formalarına yarğanlar, qobular, bedlənlərə aid eləyirik. Respublikamızda yalnız bu üç ərazidə yarğan, qobu, bedləndlərə rast gəlinir. Yarğan nədir? Yağış və qar sularının süxurları yuması nəticəsində yaranan quru dərələrdir. Qobu isə yarğanın son mərhələsində yaranan və dibi kol və ot bitkiləri ilə örtülən dərin bir dərələrdir. Bedləndlərə gəldikdə səhra və yarımsəhra zonalarında gilli torpaqların külək və sular tərəfindən eroziya nəticəsində yaranan əkinə yararsız bir ərazilərdir. Məlum məsələ bəd elə pis deməkdir. Əkinə yararsız ərazilərdir. Yalnız bu üç ərazidə biz arid endosen relyef formalarını müşahidə eləyəcəyik. Ceyrançol, Acnohurda, Abşeron, Qobustanda və Naxçıvanın orta dağlıq ərazilərində. Bundan əlavə respublikamızda daimi axarların yaratdığı, hansı ki çayların yaratdığı eroziya prosesi nəticəsində müxtəlif formalı dərələr formalaşır ki, bunlara biz demişdik ki, həm dağlıq ərazilərdə, həm də düzənlik ərazilərdə çayların gördüyü işlər var ki, dağlıq ərazilərdə bərk süxurlarda yaranan çay dərələri dərin olur, dar olur və V şəklində olur. Bunlara da biz Böyük və Kiçik Qafqaz dağlarında, Naxçıvan yüksək dağlıq ərazilərində rast gəlmişdik ki, həmin ərazilərdə çay dərələri hansı ki yumşaq əhəng daşlı süxurları kəsib keçərkən daha dərin dərələr yaradır ki, bunlara da kanyonvari dəyərlər deyilir. Bu da ən çox Böyük Qafqazın şimal-şərq yamacında rast gəlinir. Bundan əlavə düzənliklərdə isə gilli süxurları, rahat yuyulan süxurları kəsən çay dərələri adətən geniş olmaqla yamacların nisbətən az meyilliyi ilə fərqlənir və U şəkilli dərələr yaradır ki, belə dərələr də əsasən bizim düzənlik ərazilərimizə xas olan relyef formalardır. Əsasən də Qanıq Əriçayda, Şirvan düzündə, Gəncə Qazaxda, Qarabağ düzündə rast gəlinir bunlara. Deməli, bizim respublikamızda bundan əlavə gətirmə konusuları da var. Gətirmə konusu nədir? Yüksək dağlıq ərazidən başlayan çay düzənliyə keçən zaman özü ilə gətirdiyi bir sıra çöküntüləri gətirib çöktürür ki, buna yelbükvarı gətirmə konusu deyilir. Bu da ən çox harada rast gəlinir? Deməli, Qanıq Əriçay çökəkliyində geniş yayılıbdır. Ən çox Şirvan düzündədir, yadınızda qalsın. Şirvan düzündə, Qanıq Əriçayda, Gəncə Qazaxda, Qarabağ mahalle düzənliklərində rast gəlinəcək. Sonra abrazyon düzənliklər var. Abrazyon düzənliklər demişdik ki, dalğaların gördüyü işdir. Abrazyon düzənliklər əsasən Xəzər sahili zonasındadır. Hansı ki, Xəzərə çıxışı olan düzənliklərdən gedir söhbət. Lənkəran ovalığı olsun, Şollar düzü olsun, Samurdəvəcə ovalığı olsun, Yaşma düzü olsun. Küraraz ovalığının Xəzər sahili ərazilərində yerləşən Cənub-Şərqi Şirvan düzü olsun və bu düzənliklər abrazyon düzənliklər hesab olunur. Sonra yeraltı suların yaratdığı işlər vardı ki, gördüyü işlər var ki, biz bunlara karst prosesləri demişdik ki, karst prosesləri nəticəsində karst mağaraları yaranırdı ki, onlar suda həll olan yumşaq əhəng daşı, gips, dolomit süxurlarının yeraltı sularda həll olaraq boşluqlar əmələ gətirməsindən yaranır. Sonra buzlaqların gördüyü iş var, hansı ki, yüksək dağlıq ərazilərdə, hündürlüyü 3900 metrdən yuxarı olan ərazilərdə buzlaqların yaratdığı işlər var ki, bunlar da nival buzlaq relyef formaları deyilir ki, Turok dərələrini, karları, morinləri, sirkləri nümunə çəkə bilərik. Sonra düzən rayonlarda insanların belə deyək ki, fəaliyyəti nəticəsində antropogen relyef formaları da yaranır ki, biz bunlara süni relyef formalarından su anbarlarını, yolları, drenajları, kollektorları və s. adını çəkə bilərik.